Selam uşaqlar, vaxtınız xeyir. Bu videoda üçbucaqlar bölməsində qaldığımız məsələdən davam edirik. 66. Oxşar sualdır. ABCD poliqramında yenə təmrinlərdir. En nöqtəsində kesir. AM 8'dir. SABM 12'dir. Burada sahəsini verir. Poliqram perimetrini soruşur. Deməli, biz artıq bunları göstərdikdən böləndirsə AB BM bərabərdir. Bunlar da MD'dən böləndirsə bu da bərabər yanlış. Bu da A'dır, bu da A'dır, 2A'dır. AB'nin sahəsini bu dəfə veribsə AB AM 8'dir və üçbucağın sahəsini verib 12. Bərabər yanlış bucağın sahəsini. Deməli, burada SABM bərabərdir. 2'də 1, 8 vurulsun H. Sahədə 12'dir. Deməli, H bərabər olur 3'ə. Poliqram hündürlüyü olur 3. Bizdən buradan perimetrini soruşur. A'nı tapa bilərik də buradan. Deməli, 8 burada 4'dür bölünür. H tapdığı 3. A bərabər olur 5'ə. Buna görə A burada 5'dir. Deməli, perimetr də bərabər olacaq. 6A idi. 6A deməli perimetr olacaq 30. ABC üçbucağının AB tərəfi üzərində götürülmüş G nöqtəsindən deməli A'ya bərabər 3 B'ye nisbətində bölünür. Deməli bu X qısa, bu da A'ya da 2 qısa. BC'nin sahəsini bizə 12 verib. A təpəsindən BC'ye çəkilmiş hündürlük. A təpəsindən BC'ye çəkilmiş hündürlük 8 olarsa BC'ni tap. Değerli bu hündürlüyü saxlayaq. Hündürlüyü saxlayaq. Biz sahəyə fikir verək burada. Deməli, BC'nin sahəsi 12'dir. BC'nin sahəsi 12'dir. Sahələr nisbəti demişdik ki, tərəflərin nisbətinə bərabərdir. Bu da olsun S. 12'nin S nisbəti bərabərdir X'ın 3X'ın nisbəti. Yəni 3'də 1. S bərabər olur 36. 36 ümumi S üçbucağı ABC 36 üstəgəl 12. İndi bizdən nəyi soruşur? BC'ni soruşur. A təpəsində BC'ye hündürlük çəkilmişdir. Bu hündürlüyü vermişdir 8. BC'ye de bir ABC S bərabərdir 2'də 1 A vurulsun H. Yəni 2'də 1 A vurulsun hündürlüyü verib 8. BC'de tapmış oldu 48. Deməli 4A bərabərdir 48. A da buradan 12. %68'de de ABC üçbucağının AB tərəfi üzərində Y nöqtəsi götürülüb A'ya bərabər 2B'ye. B qısa A'ya 2 qısa. B'ye ise 10. BC'nin sahəsi 10. Onda AYS'nin sahəsi 2 dəfə böyükdür 20. Ümumi üçbucağın sahəsi olur 30. S üçbucağı ABC olur 30. BC'ye çəkilmiş hündürlüyü tap. 2'də 1 BC olsun H bərabərdir 30. BC'ni de verib 6. 2'də 1 6 vurulsun H 30. H da bərabər olur 10. 69. Mərkəz ABC üçbucağının AC tərəfi üzərində olan çevrə digər tərəflərə toxunur. Üçbucağın sahəsi 32, çevrən radiusu 4 olarsa ABC və BC'ni tapın. Deməli, mərkəz AC tərəfinin üzərindədir. Digər tərəflərə toxunurduq. Toxunma nöqtələri radius bilirik ki, toxunma nöqtəsinə çəkilir və radius toxunana perpendikülər olur. Və bizə radiusu verib üçbucağın özünün sahəsində verib 32 ABC və BC'ni soruşur. Baxın, burada B ilə onu birləşdirmək olar və burada 2 üçbucaq alınır. ABO və BOC üçbucağı. S üçbucaq AOB üstəgəl S üçbucaq BOC bərabərdir S üçbucaq ABC. Üçbucağın özünün sahəsini 32 verib. Yəni bu qaydadan istifadə edə bilərik. 2'də 1 AB vurulsun
Hündürlük 4. Üste gel 2'de 1. BC bulunsun. Hündürlük yani radyus gelir burada 4. Beraberdir 32. 2'de 1 bulunsun 4. 2. 2 çıkır merdiven karesine kalır. AB üste gel BC beraberdir 32. Ve buradan da AB üste gel BC beraberdir 16. Bizden de bile bunu soruşur. 70. meseleye bakalım. Oxşar meselede merkezi ABC çubuğunun AC tarafının üzerindedir. Bak bu AC tarafı bu merkez. Çubuğun sayısı verip ABC gel BC'nin 18 ile tirler radyosunu tapın. Ömer toxunma nöqtələrini qeyd edirik ki, radius verilir ki, toxunma nöqtəsinə çekilir. Bizdə radius oluşturmaq ilə işarə edək. Yenə də S3 bucaq bir ilə ona görə birləşdirək. S3 bucaq AOB üstə gəl. S3 bucaq BOC bərabərdir. S3 bucaq deməli ABC. 2'de 1 AB vurulsun R üstə gəl 2'de 1 BC vurulsun R beraberdir 36. AB üstə gəl BC 18'dir. 2'de 1 R çıxsın mətrəzən xaricindən AB üstə gəl BC beraberdir 36. Deməli 2'de 1 R vurulsun AB üstə gəl BC 18 beraberdir 36. 9 R beraberdir 36 beraberdir 4. Yetmiş bir tərəfləri bax bu şərt ödəyiniz bucağın sayısını tapın. Moduldan çıxan ədədlərin cəmi 0 o zaman olar ki, hər bir modulun daxilindəki ifadə 0 olsun. Yəni A üstə gəl B çıxılsın 21 bərabərdir 0. B üstə gəl C çıxılsın 24 bərabərdir 0. A üstə gəl C çıxılsın 27 bərabərdir 0. Baxın bu bərabərliklərə tərəflərdə toplasaq 2A, 2B, 2C var. 2A üstə gəl 2B üstə gəl 2C. Mənfi 45 mənfi 72 sağa getirsək 72 A üstə gəl B üstə gəl C bərabərdir 36. Bizdən bu üçbucağın sayısını soruşur. Deməli A üstə gəl B üstə gəl C bərabər 36. Onda üçbucağın hər birinin tərəflərini ayrı-ayrı tapaq. Bax buradan A üstə gəl B bərabərdir 21. A üstə gəl B bax burada 21 olsa C'ni tapırım. C beraber olur 15'e. B üstə gəl C. B üstə gəl C. Bakın. Beraber de 24'e. B üstə gəl C 24 olsa onda A beraber olacaq 12. A üstə gəl C. Beraber de 27. Onda 36 çıxılsın 27. Deməli B beraber olacaq 9'a. A, B, C üçün də tapdıq və üçbucağın sayəsini gəlin yer ona tapaq. Yarım perimetre beraberdir. 15 üstə gəl 12. Üstə gəl 9 bölü 2. Bu da bize 18 verir. S beraberdir. P bulunsun P çıxılsın A. Yani 18 çıxılsın 15. P çıxılsın B. 18 çıxılsın 12. P çıxılsın C. 18 çıxılsın 9. Deməli 18 vurulsun 3 vurulsun 6 vurulsun 9. 6 vurucu ile 18 eləyir. 2 18'den bir de 18 çıxacaq. Yani 18'in kvadratına 18 çıxır. 9'dan da 3 çıxır. Qalır 54. Keçək 72-ci məsələyə. Deməli ABC üçbucağında A və C bucaqlarının tənbələnləri uyğun olaraq AD və C 7'dir. AB 6'dır. AC 12'dir. BC'ni de verip bizə BC 15'dir. Ve bizden AYS ve YDS üçbucaqlarının sahələrinin nisbətini soruşur. Deməli burada AD və C'yi tənbələndir. Biz tənbələnmə xassəsindən istifadə edəcəyik. Əvvəlcə AD tənbələnmə baxaq. Əgər AD tənbələndirsə onda BD-nin CD-yə nisbəti bərabərdir 6'nın 12'yə nisbəti. Yəni 1'in 2'yə nisbəti. BD 1K'dır, CD isə 2K'dır. BD ve CD'nin cəmi isə BC'ye bərabərdir, yəni 15'e bərabərdir. 2K üstə gəl K bərabərdir 15. Buradan tapırıq ki K bərabərdir
Deməli 3K 15, K bərabərdir 5. Bir gətirib yerinə yazsaq, BD olur 5, CD olur 10. İndi keçirik ACD üçbucağına. ACD üçbucağında da CY tənbələndir. AY'nin YD'ye nisbəti bərabərdir 12'nin 10'a nisbəti. Yəni 6'nın 5'e nisbəti. Deməli AY 6'yı qısır, YD isə 5'i qısır. Və indi keçirik sahələr nisbətinə. S1, S2 sahələr nisbəti. Sahələr nisbəti demişik ki, uyğun tərəflərin nisbətinə bərabərdir. AY-nin YD-yə nisbətinə bərabərdir. Yəni S üçbucaq AYS'nin S üçbucaq YDS'ye nisbəti bərabərdir AY'nin YD'ye nisbəti. Bu da bərabərdir 6x'in 5x'e nisbəti, yəni 1,2. Keçid alırıq 73-cü məsələyə. Oxşar məsələdir. AD tənbələndir, CY tənbələndir. AB-ni bizə 9 verib, AC-ni 18 verilib və bu dəfə sahələr nisbəti verilib. Sahələr nisbəti 3-ün 2'ye nisbətidir. Deməli AY burada 3K'dır. YD 2K'dır. Şimdi biz buradan yəni üçbucaq ACD'dən 18'in CD'ye nisbəti bərabərdir 3'ün çıxanı 2K'ya nisbəti yaza bilərik. Yəni 3'ün 2'ye nisbəti. Və buradan CD'ni tapa bilərik. CD bərabərdir 2 bölünsün 18 bölünsün 3. Bu da bizə verir 12. Deməli CD 12. Şimdi keçirik ACB üçbucağın böyük üçbucağı. Buradan BD'ni taparıq. Yenə də təmirlərin xassəsinə görə. Deməli BD'nin CD'ye nisbəti bərabərdir AD'nin AC'ye nisbəti. Bunu da bizə verir 9'dan 18'e nisbəti. Deməli CD'de verilmişdi. BD'nin deməli 12'ye nisbəti bərabərdir 9'dan 18'e nisbəti 2'də 1. Bundan da BD'ni tapırıq. BD bərabər olur 6'ya. BD'de 6. Bizden ne soruşurdu? BC'nin uzunluğunu tapın. BC'nin uzunluğu da beraber olacak. 6 üstəgəl 12 yani 18. Keçirik 74-cü məsələyə. Düzbucaq üçbucağın daxilinə çəkilmiş çevrə toxunma nöqtəsi və hipotenuzu 6 və 20 olmaqla iki parçaya ayrı üçbucağın sahəsini tapın. Bu da bir qaydadır. Biz əvvəlki məsələlərdə də buna aid həll etmişik. Düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilib, həmin çevrə hipotenuza toxunur və hipotenuza 6 və 20 santimetr olmaqla iki parçaya ayırır. Bizdən üçbucağın sahəsini soruşur. Bu da düstur idi. S bərabərdir. Həmin bax bu parçaların hasili. Emin. Deməli S bərabərdir. 6 vurulsun 20 bu bizə verir 120. 75-ci məsələdə eyni məsələdir. S bərabərdir. Emin hipotenuzun toxunma nöqtəsi ilə ayırdığı parçaların hasili. Yəni 8 vurulsun 12 bu bizə verəcək 96. 76-cı məsələ. Yenə də düzbucaqlı üçbucaqdan söhbət gedir. Bir dənə düzbucaqlı üçbucaq çəkək. C bucağı 90 dərəcəli bucaqdır. AB 13'e bərabərdir. Daxilinə çəkilmiş çevrənin radiusu 2'dir. Daxilinə çevrə çəkdik. Radius R2'ye bərabərdir. Bizdən üçbucağın sahəsini soruşur. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu düsturu var. Bir bərabərdir A üstəgəl B çıxılsın C bölünsün 2. A, B bu da katetlərdir. Ve R2 verib, hipotenus da verib 13 yazar yerinə A üstəgəl B çıxılsın 13 bərabərdir 2 bölünsün 2 4. Deməli A üstəgəl B bərabərdir 17. Katetlərin cəmi 17. Digər tərəfdən Pifagor teoremi tətbiq edə bilərik. A kvadrat üstəgəl B kvadrat bərabərdir 13'ün kvadratı yəni 169. Biz üçbucağın sahəsini soruşur. Düzbucaqlı üçbucağın da sahəsi 2'dədir AB1. Deməli biz AB-ni tapmalıyıq. AB-ni də bax bu iki bərabərlikdən tapa bilərik. A kvadrat üstəgəl B kvadrat düsturuna görə A üstəgəl B'nin kvadratı çıxılsın 2AB.
Bak, bu beraberliğinden istifade edebilirim. 169 beraberdir 17'nin kvadratı çıkılsın 2AB. 17'nin kvadratı 289 çıkılsın 169. Bu da bize verir 120. AB de olur 60 ve S 2'de 1 AB 2'de 1 vurulsun 60. Cevabımız olur 30. Deməli 77-ci məsələ. Oxşar məsələdir. Düz bucaqlı, üç bucaq. İstəyir bucağı 90. AB olur. Hipotenuz. Hipotenuzu verib 17. Daxilinə çevrə çəkilib. Bu çevrənin radiusu 3'tür. 3'e bərabərdir. Elin düsturuna yazılır. Katetlərin cəmi A üstəgəl B çıxılsın hipotenuz bölünsün 2. Radius 3'te 3 bərabərdir. A üstəgəl B çıxılsın hipotenuz 17 bölünsün 2. Deməli A üstəgəl B bərabər olacaq 23'ə. Pifagor teoremini tətbiq edirik. A kvadrat üstəgəl B kvadrat bərabərdir. Hipotenuzun kvadratı 289. Və A kvadrat üstəgəl B kvadrat beraberdir. A üstəgəl B'nin kvadratı çıxılsın 2AB. 289 beraberdir. 23'ün kvadratı 529 çıxılsın 2AB. 2AB beraberdir. 529 çıxılsın 289. 2AB beraberdir. 240. Buradan da AB'ni tapırıq. AB 120. S de beraberdir. 2'de 1 AB. Bu da bize verir 2'de 1 olsun 120 yani 60. 78. mesele hipotenüs 6 perimetri 14 olan düzbucaqlı üçbucağın sahəsini tapın. Yenə də söhbət düzbucaqlı üçbucaqdan gedir. Hipotenüs 6'dır. Perimetri ise 14'tür. Perimetr A üstəgəl B üstəgəl 6 beraberdir 14. Buradan A üstəgəl B'ni tapırıq 8. Diğer taraftan Pifagor teoremini tətbiq edirik. A üstəgəl B kvadrat beraber 6'nın kvadratı. Ve buradan yine de A kvadrat üstəgəl B kvadrat üstünü tətbiq edirik. A üstəgəl B'nin kvadratı çıxılsın 2AB yerine yazılır. 36 beraber de 64 çıxılsın 2AB. 2AB beraberdir 64 36 28 ve AB beraberdir 14. Ve üçbucağın sahəsi S beraberdir 2'de 1 AB. Yani 2'de 1 vurulsun 14. Bu bize verir 7. 79. mesele oxşar meseledir. Düzbucaqlı üçbucaq katetləri AB ve hipotenuz 10. Katetlərinin cəmini verir 16. Pifagor teoremini tətbiq edirik. A kvadrat üstəgəl B kvadrat beraber de onun kvadratı 100. Ve yine de A kvadrat üstəgəl B kvadrat beraberdir. A üstəgəl B'nin kvadratı çıxılsın 2AB. 100 beraberdir 16'nın kvadratı 256 çıxılsın 2AB. 2AB beraberdir 256'nın 100'ü çıxılır 256. Buradan da AB'ni tapırıq 156 bölünsün 2. AB beraber olur 78. S beraberdir 2'de 1 AB. 2'de 1 olsun 78. Bu da bize verir 39. Keçirik 80. sorular. ABC üçbucağında uzunluğu 12 olan AB tərəfi üzərində K nöqtəsi qeyd olunur. Gəlin üçbucağı çəkək və şərtləri üçbucağın üzərində qeyd edək. Deməli ABC üçbucağı AB tərəfin üzərində K nöqtəsi qeyd olunub və bucaq ASK ABC'ye bərabərdir. Sizlə K'nı birləşdirək. Bucaq ASK'dan söhbət gedir. Bax ASK budur. Alfa olsun. Beraberdir ABC. Alfa. Deməli ASK ile ABC birbirine beraberdir. Her ikisine alfa yazdık. BK 9'dur. Bucağı 30 derecedir. ASK üçbucağının sahəsini soruşur. ASK üçbucağı.
Burada 30 derecəni görürük. AK-la AC-ni bilsək əgər S bərabər 2-də 1 AK vurulsun, AC düsturundan istifadə etmək olar. Vurulsun sinüs 30 dərəcə. Deməli, indi baxaq görək, ABC-nin uzunluğu 12 olan AB tərəfi. Deməli, AK burada məlumdur. Bəli, S üçbucaq ASK bərabərdir 2-də 1 AK vurulsun, AC vurulsun, sinüs alfa. Yəni, bu düsturdan axırda biz gerək istifadə edək. Bunun üçün də bizdə AC məlum deyil. AC-yə 1x deyək. AC tərəfini tapmağa çalışırıq. Burada əlbəttə ki, oxşarlıq tətbiq etmək olar. Bu üç bucaqların arasında baxaq görək, hansı üç bucaqları oxşar götürək. Alfa var. Deməli, ASK üç bucağında və ABC üç bucağında hər ikisində alfa var. Digər iki bucağı da tapsaq, bundan BB əlamətinə görə oxşarlığı tətbiq edə bilərik. Məsələn, bax, bu K bucağına bir beta desəm, ABC üç bucağında üçüncü bucaq C bucağı. Bu bucaq. Buna bax, beta desəm, gəlin baxaq. BB əlamətinə görə bu üç bucaqlar oxşar olur. Üç bucaq ASK oxşardır. Üç bucaq, deməli, C bucağı alfa idi. Bax, burada B bucağında da alfa. Deməli, üç bucağı olacaq A, B, C. A, B, C. Bax, bu iki üç bucaq oxşardır. Deməli, indi oxşarlıqdan uyğun tərəflərin nisbətini yaza bilərik. Yəni, bərabər bucaqların qarşısındakı tərəflər uyğun tərəflərdir. ASK üç bucağından başlasaq, ASK üç bucağında alfanın qarşısında 3 dayanıb. Deməli, 3'ün üç bucaqda ABC'dən alfanın qarşısında baxın x dayanır. 3'ün x-in nisbəti bərabərdir. ASK üç bucağından başlamışdır. Beta'nın qarşısında x dayanır. ABC üç bucağında beta bax bu bucaq bütöv. Beta'nın qarşısında dayanır AB tərəfi. AB tərəfi də 9 üstə gəl 3, 12'ye bərabərdir. Buradan x-in kvadratı bərabərdir 36, x bərabərdir 6. X-i tapdıq, deməli AC bərabərdir 6'ya. Və gətiririk sahə düsturunda istifadə edirik. S üç bucaq ASK bərabərdir. 2'də 1 AK vurulsun. AK 3 idi. AC 6'da vurulsun. Sinüs 30 dərəcə. Sinüs alfa baxın. Sinüs 30 dərəcədə 2'də 1'ə bərabərdir. Bu da bərabər olur. Deməli 1,5 vurulsun 3. 4,5. 81-ci məsələ. Oxşar məsələdir. ABC üç bucağında uzunluğu 8 olan AB tərəf üzərində K nöqtəsi qeyd olunur. Yenə ABC üç bucağını çəkək. Deməli, AB, C. AB tərəfinin uzunluğu 8'dir. Üzərində K nöqtəsi qeyd olunur. Deməli, ASK ilə K-nı birləşdirir. Bərabərdir ABC. Yəni, bax, buradakı bucağı alfa deyək, bir də ASK-ya alfa deyək. A bucağında bizə verir 30 dərəcə. ASK üst bucağının sahəsini soruşur. Yəni, eyni məsələdə AK-da 2 verir. Deməli, AK 2-dirsə, BK-da 6'dır. Deməli, üçüncü bucağı ASK-da, baxın, K bucağını beta götürək. Buna uyğun olaraq ABC-də də, bax, bu bucağı götürək beta. Üç bucağın oxşarlığını yazaq. Üç bucaq ASK oxşar olacaq. Üç bucaq ABC-yə. Deməli, ASK üç bucağından başlayaq. Alfanın qarşısında 2. Beta'nın qarşısında AS'yə x deyək. Keçirik. Deməli, ABC üç bucağının alfanın qarşısında x. Beta'nın, bax, beta bütün bucağının qarşısında 6 üstə gəlir 2, 8. X kvadrat bərabər olur 16'ya, x bərabər olur 4'ə. Və gəlirik ASK üç bucağına, bax, bu üç bucağın sahəsini tapmağa. Bu üç bucağın sahəsi üçündə 2'də 1 AK vurulsun AC vurulsun sinüs 30 dərəcə düsturundan istifadə edirik. Yəni 2'də 1 AK x, AC 2, x tapmışıq 4. Sinüs 30 dərəcədə 2'də 1. Bu ikilər burada gitsin, burada gitsin. Cavabımız olur 2. 82-ci məsələyə keçirik. Tərəflərin 13, 20 və 21 olan deməli üçbucaqlı medianların keçmə nöqtəsindən böyük tərəfə qədər məsafəni tapın. Medianların keçmə nöqtəsi deməli o ilə işarə etmişəm və buradan
O nöqtəsindən böyük tərəfə qədər olan məsafəni soruşur bizdən. Yəni bu hündürlüyü x qəbul edək. Yəni biz x-i burada tapmalıyıq. Əgər o nöqtəsi medianların keçmə nöqtəsidirsə, onda bax burada alınan 3 dənə bu üçbucağın sahələri bir-birinə bərabərdir. A təfəssüdür, yəni üçbucaq ABO-nun sahəsi bərabərdir üçbucaq BOC-nin sahəsi. O da bərabərdir üçbucaq AOC-nin sahəsi. Və üçünün də cəmi və üçbucağın ABC-nin sahəsinə bərabərdir. Deməli, biz ABC-nin sahəsini tapmağa çalışaq. Önce Heron düsturundan istifadə edəcəyik. B bərabərdir 13 üstəgəli 20, üstəgəli 21 bölünsün 2. Deməli, 33, 54 bölü 2. Yəni perimetrimiz oldu 27 və S-Heron düsturu. 27 vurulsun, 27 çıxılsın. 13, 27 çıxılsın. 20, 27 çıxılsın, 21. 27 vurulsun. 27'den 13 çıxırıq 14, 27'den 20 çıxırıq 7, çıxırıq 6. Deməli, 27'ni yazaq. 9 vurulsun 3, 3 vurulsun 14 bizə 42 verəcək. 7 vur 6 42 yazaq. Bunlar ikisi bizə 42 verəcək. Deməli, 42'nin kvadratından 42 çıxır. 9'dan da 3 çıxır. Bu da olur 126. Deməli, ABC üçbucağın sahəsini tapdıq. S üçbucaq ABC oldu 126. Və o nöqtəsi medianların keçmə nöqtəsidir. 3 bərabər C-yə bölünür. S, üçü də bir-birinə bərabərdir. Deməli, 3 ilə bölüb AOC-nin sahəsini tapaq. S üçbucaq AOC bərabərdir. 126 bölünsün 3. Bu da bizə verir 42. Digər tərəfdən S üçbucaq AOC bərabərdir. 2'də 1. AH düsturuna istifadə edirik. AC vurulsun. X, AC 21. X da, yəni biz X axtarırıq. 42'ni də tapmışıq. Bərabərdir 42. Buradan da X-i tapırıq. X bərabərdir. 2 vur 42 bölünsün. Deməli, 21. X bərabərdir 2 vurulsun 42 bölünsün 21. Bu da bərabərdir 4. Cavabımız 4. 83-cü məsələ oxşar məsələdir. Tərəflər 13, 4 və 15 düzbucaq medianlar keçməkdəsin. Kiçik tərəfə qədər məsafəni tapın. Kiçik tərəf bax burada 4-dür. Bu hündürlüyü bizdən soruşur. Yenə də başlayırıq. Heron düsturu ilə əvvəlcədən də üçbucağın sahəsini tapırıq. Yarım perimetr 13 üstəgəl 4 üstəgəl 15 bölünsün 2, 17, 15. 32 bölü 2, 16. Deməli, Heron düsturuna görə 16 vurulsun, 16 çıxılsın 13, 3, 16 çıxılsın 4, 12, 16 çıxılsın 15, 1. 16'dan 4 çıxır, 3 vur 12, 36, buradan da 6 çıxır, sahə oldu 24. Deməli, 24'ü 3 yerə bölürük. Çünki medianların keçmə nöqtəsidir. Bax, bunlar üçbucaqların üçünün də sahəsi bir-birinə bərabərdir. Və indi 2'də 1 AH düsturunu tətbiq edirik. 2'də 1 4 vurulsun. X bərabərdir 8. Bu arada burada xisar gedir. X bərabər olur 4. 84-cü məsələ çevrə ABC üçbucağının AB və AC tərəflərinin uzantısına BC tərəfinə toxunur. Deməli, bax, bu BC tərəfidir. Çevrə xarici oblastıda BC tərəfinə toxunur. AB və AC tərəflərinin isə uzantısına toxunur. AB-ni bizə verir 10, BC-ni verir 17, AC-ni də verir 21. Bizdən bu çevrənin radiusunu soruşur. Deməli, əgər çevrə üçbucağın da bax, bu cür xarici oblastındadırsa və bir tərəfinə toxunursa, BC tərəfinin digərinin də uzantısına toxunursa, onda onun daxilin çəkilmiş çevrənin radiusu üçün hazır belə düstur var. 2S bölünsün. A üstəgəl B çıxılsın C. C burada hansı tərəfə ki toxunur? Həmin tərəfdə, yəni C 17'dir. Düsturdakı C 17'dir. A və B də A 10'dur. B də 21'dir. Gətirib yerinə yazdırıq və bizə S lazım olacaq. Əvvəlcə Heron düsturu ilə S'i tapaq. Deməli, yarım perimetr bərabərdir 10 üstəgəl 21 üstəgəl 17, 31, 17, 48 bölünsün 2, yəni 24. Heron düsturuna görə 24 vurulsun, 24 çıxılsın 10, 14, 24 çıxılsın 21, 3, çıxılsın 17, 7.
Deməli 24 24'ü yazaq. Deməli 12 4 olsun 6 yazaq. 4 olsun 6 4'ü de yazaq. 7 bölü 2 3 bölü 7. Baxaq. 2 tane bakın 7 var. 7'nin kvadratı buradan 7 çıxır. 2 bölü 6 burada bir 6 var. Kalır bir tane bu 4 4'ten de 2 çıxır. Deməli 42 bölü 2 84. Bucağın bak bu üç bucağın sayısı 84. Şimdi radyusumuz R beraberdir. 2S 2 olsun 84. A söger B. AB deməli 21 ile 10. S ise çevre hansı tarafın özüne dokunurdu? Hemen tarafta 17. 2 olsun 84 bölünsün 31 çıkın 17 14. 84 14'e bölünür 6. Yerine beraber olur 12. 85. meseleye bakalım. Katetleri 10 olan beraber yanlı düz bucaqlı üç bucağın xarici oblasında tərəfləri üzərində tərəflərinin uzunluqları düz bucaqlı üç bucağın tərəflərinin uzunluqlarına kongruent kvadratlar qurulmuşdur. Yəni mənası nədir? Katetləri 10 olan bizə beraber yanlı düz bucaqlı üç bucağı verilir. Bu düz bucaqlı üç bucağın xarici oblasında yəni tərəflərinin üzərində tərəfləri bu düz bucaqlı üç bucağın tərəflərinə bərabər olan kvadratlar qurulmuşdur. Yəni bax bu kvadratın tərəfi hipotenuzun uzunluğuna bərabərdir. Əgər katetlər 10'dursa hipotenuz 10 köklə 2'dir. Deməli kvadratın tərəfləri 10 köklə 2'yə bərabərdir. Yəni hipotenuzun üzərində tərəfi hipotenuzun uzunluğuna bərabər olan kvadrat qurulmuşdur. Katetin üzərində tərəfi katetin uzunluğuna bərabər kvadrat qurulmuşdur. Yəni bu kvadratın da tərəfləri 10'dur. Əgər kvadratın da tərəfləri 10'dur. Çünki düz bucaqlı üç bucaq beraber yanlı düz bucaqlı üç bucağıydı. Ve sual verir. Tepe nöqtələri kvadratların simmetriya mərkəzində yerləşən üç bucağın sahəsini tapın. Deməli biz bu kvadratların simmetriya mərkəzlərini tapmalıyıq. Kvadratın simmetriya mərkəzi onun diagonallarının kəsişmə nöqtəsidir. Bax diagonalları çəkirik. Kəsişmə nöqtəsinin biri burada. Digər kvadratın diagonallarını çəkirik. Kəsişmə nöqtəsi bax burada. Üçüncü kvadratın da diagonallarını çəkirik. Kesişmə nöqtəsi bax burada. Bu kesişmə nöqtələrində olan üç bucağı var. Yəni üç bucağın bizdən sayısını soruşur. Bunu birləşdirək. Simmetriya mərkəzlərini birləşdirək. Baxın. Olsun A, B, C. Bax bu A, B, C üç bucağının bizdən sayısını soruşur. Bax bu üç bucağın sayısını tapmaq üçün oturacaq AC-yə və AC-yə çəkilmiş hündürlük. Gelin burada bir harf yazın K. B'nin K'nı birleştirelim BK. BK olacak. ABC üç bucağının hündürlüğü. Bunları AC'ni tapmaya çalışıp gelin bakalım. AC beraber. AC AK üstüge SK. AK üstüge SK. AK nedir? Bakın bu kvadratın diagonalının yarısı. Kvadratın tərəfi 10 idi. Deməli diagonalı 10 köklə 2'dir. Onda AK deməli 10 köklə 2 bölünsün 2'ye bərabərdir. 10 köklə 2 bölünsün 2. Beyni ilə SK. 10 köklə 2 bölünsün 2'ye bərabərdir. Bu da bize verir 20 köklə 2 bölünsün 2. Yani 10 köklə 2. Deməli AC 10 köklə 2'dir. Oturacağını tapdıq. İndi BK'ya baxaq. BK'ya diqqətlə fikir verin. BK'da baxın bu kvadratın tərəfi 10 olan kvadratın diagonalıdır. Tərəfi 10 olan kvadratın diagonalıdır. Tərəfi 10 olan kvadratın da diagonalı ilə 10 köklə 2'ye bərabərdir. Yəni BK da bərabərdir 10 köklə 2. Şimdi bizi S3 bucaq AB'sini tapa bilərik. 2'də 1, bucaq 10 köklə 2, hündürlüyü də 10 köklə 2. Köklə 2 olsun, köklə 2. 2'də 2'nin gedəcək. Qalacaq burada 100. Bizdən belə bu üç bucağın sahəsini soruşurdu. Cevabımız olur 100. Baxdıq 86. məsələyə. ABC düz bucaqlı üç bucaqlıdır. AD BD-yə kongruentdir. BAC bucağını verib 75 dərəcə. AC'nin də uzunluğunu verib 20. Ştrixlənmiş hissənin sahəsini tapın. BD AD'yə kongruentdirsə deməli CD median. Mediandırsa ABC üç bucağın sayısı 2 bərabər C'yə bölünür. Deməli biz ABC üç bucağın sayısını tapıb 2'ye bölerek ştrixlənmiş BDC üç bucağın sayısını tapa bilərik.
Deməli, bunun üçün hazır düsturda var. İndi həmin düsturun alınmasını gəlin göstərək. Trigonometrik funksiyalardan istifadə edək. Sinus 75 dərəcə bərabərdir. Qarşı katetin BC-nin hipotenuza nisbəti. AC-yə nisbəti. Deməli, BC bərabərdir. AC vurulsun. Sinus 75 dərəcə. İndi gəlin kosinusuna baxaq. Kosinus 75 dərəcə. Bitişik katet AB-dir. AB-nin hipotenuza nisbəti. Buradan AB kateti bərabər olur. AC vurulsun. Kosinus 75 dərəcə. Deməli, biz katetləri ifadə etdik. Deməli, sinus 75, kosinus 75 ilə. Çünki üçbucağın sahəsi, S üçbucağı AB-si onun katetlərin hasilinin yarısıdır. 2-də 1, BC vurulsun AB. BC-nin yerinə yazırıq. AC vur sinus 75, AB vur kosinus 75. Deməli, 2-də 1 vurulsun AC. AB yox, burada AC-dir. Deməli, 2-də 1 AC-nin kvadratı vurulsun sinus 75, o da 2-də 1 sinus 150'dir. 2-də argument düsturuna görə 2-də 1 sinus 150. Qonşu bucaqların sinusu bərabərdir. Deməli, 2-də 1 vurulsun, 2-də 1 vurulsun, sinus 150-də 2-də 1-dir. AC kvadrat. Baxın, belə bir düstur alınır. AC kvadrat bölünsün 8. Deməli, düz bucağı, üç bucağı, iti bucaqlardan biri 75 dərəcədirsə, onda onun sahəsi S üç bucağı ABC bərabərdir. Hipotenuzun kvadratı, AC-nin kvadratı bölünsün 8. İndi S üç bucağı ABC bərabər olur. AC-nin 20 vermişdi. 20'nin kvadratı bölünsün 8. 400 bölünsün 8. Bu da bize verir 50. İştiraklenmiş üçbucağın sayısı da üçbucağın sayısının yarısıdır. Çünkü CD median idi. Deməli, S üçbucağı BCD beraber olur. 50 bölünsün 2. Bu da bize verir 25. 87. məsələyə baxaq. ABC düz bucaqlı üçbucağında AD parçası tənbələndir. BAC bucağının tənbələnidir. Deməli, BD-ni 6 verib. Bu AD də tənbələndir. Alfa. BD 6 və AC 12. İştiraklenmiş hissənin sayısını tapın. BAC bucağına gəlin baxaq. BAC bucağında AD tənbələninin üzərində götürülmüş nöqtədir. D nöqtəsi. Həmin D nöqtəsindən AC-yə əgər hündürlüyü çəksək, belə bir xəstəmiz var. Bucağın tənbələri üzərində götürülmüş nöqtədən bucağın tərəflərini çəkilən hündürlüklər perpendikulyarlar bir-birinə bərabərdir. Yəni, bu da 6'ya bərabər olur bu hündürlük. Bunu üç bucaqların bərabərliyi ilə sübut etmək olar. Hər ikisi düz bucaqlı üç bucaqda biri alfadırsa, biri betadır. İti bucaqlar. Deməli, digər iti bucaqda betadır. Və kongruenti əlamətlərinə görə bu iki üç bucaq bir-birinə bərabər olur. Bərabərdirsə, BD də burada çəkilən hündürlüyə bərabər olur. Deməli, iştiraklenmiş hissənin sayəsi S bərabər olur. 2-də 1 AC vurulsun 6, yəni 12 vurulsun 6, bu da bizə verir 36. Deməli, hansı xassədən istifadə etdik? Üçbucağın tənbələni. Üçbucağın əgər tənbələni çəkilibsə, tənbələnin üzərində götürülmüş nöqtədən üçbucağın tərəflərinə çəkilən bu hündürlüklər perpendikulyarlar bir-birinə bərabər olur. Bunlar bir-birinə bərabərdir. Burada 6-dırsa, burada da 6-dır. 88. məsələyə baxırıq. Mərkəzi O nöqtəsi olan çevrədə AC toxunandır. DO parçası AC toxunanına paraleldir. Və iştiraklenmiş hissənin sahəsi 32 olarsa, çevrənin radiusunu tapın. İştiraklenmiş hissə AOD üçbucağıdır. S üçbucağı AOD bərabərdir 32. Baxın, üçbucağı, körbucaqlı üçbucaqdır. OD də onun radiusudur. Bizdən OD-ni soruşur. Yəni radius, çevrənin radiusunu. Deməli, çıxdı deyilir ki, AC DO-ya paraleldir. Gəlin DO-nun uzantısını çəkək. Deməli, burada nəyə fikir veririk? O ilə C-ni birləşdirək. Baxın, OC. OC də radiusdur. Radius toxunana perpendikulyar olur. Digər tərəfdən A nöqtəsindən də gəlin, bax bu OD-nin uzantısına perpendikulyar çəkək.
adlandıran AK perpendikulярı. Diqqətlə fikir verin, o CO ilə AK-ya. Axı AC DO-ya paralel idi. Paralellərin arasında olan məsafə də bunlar. AK və OC. Deməli, AK bərabərdir OC-yə. OC də radiusdur. Deməli, AK da radiusa bərabərdir. OD, baxın, OD də radiusdur. İndi biz SOD, deməli, S3 bucağı AOD-nin yəni qiymətindən 32-dən istifadə edəcəyik. Çünki bizə AOD körbucaqlı üçbucağının sahəsi verilir. Üçbucağın sahə düsturunu S bərabərdir. 2də 1 AH düsturundan istifadə edəcəyik. Tərəf olaraq körbucaqlı üçbucağın tərəfi OD götürülür. OD tərəfinə çəkilən hündürlük, baxın, OD-nin uzantısına çəkilən hündürlük AK hündürlüyüdür. Çünki körbucaqlı üçbucağın hündürlüklərinin ikisi xarici oblasına düşür. İki bucaqlardan çəkilən hündürlük xarici oblasda yerləşir. Deməli, OD vurulsun AK. OD-də radiuslu bayaq demişik. AK-da radiuslu, baxın, AK-da bərabərdir OC, OC-də radiuslu olur, hamısı radiuslu. Getirib yazaq yerinə. Sahəni bizə verib 32-yə. OD-də radiusdur, AK-da radiusdur. 1'in kvadratı bərabər 2'ni vurulub 32'yə 60'dır və buradan 7 tapırıq 8. Bizdən elə radiusu soruşurdu, cavabımız olur 8. Keçirik 89-cu tapşırığa. Uyğunluqlardır. Tərəfi ABC, A tərəfinə çəkilmiş hündürlük HA və B tərəfinə çəkilmiş medianı MB olan üçbucağı üçün uyğunluğu müəyyən edin. Deməli, üçbucaq çəkilir. A, B, C tərəfləri, A tərəfinə hündürlüyü çəkilir. HA. Birinci sahədə gəlin, sahə üçün düsturları yazaq. S bərabərdir 2də 1 A vurulsun HA. Sonra P10 düsturu yaza bilərik. P vurulsun, P çıxılsın A, P çıxılsın B, P çıxılsın C. Və burada yarım perimetre A üstə gəl B, üstə gəl C bölünsün 2. Deməli, 2də 1 aşağı, deməli, DNG sahəyə uyğun gəldi. DNG. Sonra median. Medianın düsturu var şu an. Gəlin, median düsturlarını yazaq. A, B, C. Mesela tutaq ki, B'ye median çəkilib. MB. Median bilirik ki, çəkildiyi tərəfi bərabər kilisiyə ayırır. MB medianın düsturu belədir. MB bərabərdir 2də 1 kök altında. Digər iki tərəfləri götürürük. Əvvəl A-dan C-ni 2A kvadrat üstə gəl 2C kvadrat. Axırda çıxırıq. Median hansı tərəfə çəkilibsə onu. Amma 2 yoxdur. B kvadrat. Baxın. Bu düstur. Əgər MA üçün yəni A tərəfinə çəkilsə median, onda A-dan fərqli olan digər iki tərəflər 2B kvadrat üstə gəl 2C kvadrat çıxılsın. Axırda median hansı tərəfə çəkilibsə bunun kvadrat. Bir dənə axırıncı da 2 olmuş. Və sair bunu MC üçün də yaza bilərik. Baxırıq, baxın 2A kvadrat üstə 2C kvadrat çıxılsın B kvadrat. Deməli, C gedir mediana. Median uyğun gələn, baxdıq 2 dənə düstur var. Bunlardan heç bir median üçün uyğun gəlmədi. Hündürlük. Hündürlük bayaq yazmışdıq burada. S bərabər 2də 1 AH. S bərabərdir 2də 1 AH-dan. Hündürlüyü tapsaq. H bərabər olur 2S bölünsün A. 2S bölünsün A da B-dən də uyğun gəlir. Üçüncüyə. ABC üçbucağında MN, MK və MK. Bunlar orta xətlərdir və orta xətlərə görə biz uyğunluğa baxırıq, sahələrlə əlaqəlidir. Dedik ki, əgər orta xətdirsə, deməli MK, MN, MK varsa, onda bax burada alınan 4 dənə üçbucaqlar ki var. Həmin üçbucaqların sahələri bir-birinə bərabər olur. Yəni S yaza bilərik. Birincidən gəl başlayaq. Birincidə SABC 40'dır. 40'dırsa 40'ı bölək 4 hissəyə. Yəni bir üçbucağın sahəsinə düşür 10. Gəlin bir üçbucağın sahəsinə görə araşdıraq. Görək elə hansılar verir bizə. AMNK. AMNK. AMNK-da 2 dənə S var. Deməli ki, burası 20 olmalıdır, yoxdur.
MNS'ye baxaq, MNS'ye burada da 2 dənə S var, yoxdur. AMNS trapeziyada 3 dənə S var, 3 vurulsun 10, 30. MBSK, MBSK 3 dənə S var, 30. Deməli, 1'ə uyğun gəldi Y. MBNK'ya baxdıq, MBNK 2 S idi, yoxdur. Deməli, keçdik ikinciyə. İkincidə 60'dır, 60'ı böldük. 4'ə, bizə verdi 15. Bu dəfə 15'in misillərinə baxaq, 30'dan 45. Yəqin ki, baxaq bunlara MNSK'da, deməli, MNSK 2 dənə S idi, 15 vurulsun 2. B uyğun gəldi ikinciyə. Bir də AMNS 3 dənə S idi, bu da uyğun gəldi. S idi də bu. S. Deməli, BNS uyğun gəldi ikinciyə. Üçüncüdə ABC 80'dir, 80'i bölərək 4'ə. 20. Baxaq AMNK 40. AMNK baxın 2 dənə S var. 40. Deməli, alım gəlir üçüncüyə. MBNK 40. MBNK 2 dənə S var. 40 bura uyğun gəlir. Deməli, AD də uyğun gəlir üçüncüyə. %91 də oxşardır. ABC 80'dir. Böldük 4'ə. 20'nin misillərinə gəlin. Baxaq, burada 60'lar var. AMNS, baxın AMNS'də 3 dənə, deməli 20'dir, D uyğun gəlir birinciyə, MBNK'da da 2 dənə, bunlar hamısı S, bunlar hamısı S. Deməli, MBNK'da 3 dənə S var, bu da uyğun gəldi birinciyə, D. ABC 100'dür, 4'ə bölürük 25, 25'in misillərinə baxaq AMNK'ya, AMNK 2 dənə S var, deməli uyğun gəldi ikinciyə. MBSK 3 tane S var. 3 vurulsun 25. 120'ni bölürük 4'ə. 30. Baxırıq 30'un misillər 90 var. Burada ABMK 3 tane S. Bu da uyğun gəlir. Üçüncüyə. Figurlar sahəsi üçün uyğunluğu müəyyən edin. Tərəfə alınan bərabər tərəfi üçbucaq. Bərabər tərəfi üçbucağın sahəli üstünü A kvadrat kökdə 3'dür. 1'ə uyğun gəldi B. Diagonalı alınan kvadrat. Kvadratın əgər bizə diagonalı verilsə, diagonalından əlaqəli düsturu var idi. Diagonalında A verib. Diagonalın kvadratı bölünsün 2, yəni A kvadrat bölünsün 2. Bu da D-dən dinlədir. 2 uyğun gəlir D-dəndir. Hipotenusa alınan bərabər yanlı düzbucaqlı üçbucaq. Bərabər yanlı düzbucaqlı üçbucaq. Hipotenusu A. Deməli, hipotenusu A'dırsa, özdə bərabər yanlıdır. Hipotenusa, deməli, hündürlüyü çəksək, bu həm də mediandır. Medianda bərabər yanlı düzbucaqlı üçbucaqdır. Həm hündürlüyü, həm mediandır. Median hipotenusun yarısıdır. A bölü 2. Buradan S'yi tapsaq, S bərabər olur 2'də 1, A vurulsun A bölü 2. Bu da bizə verir A kvadrat böldü 4. Baxın, bu da bərabər yanlı düzbucağın sahəli üstündür. A kvadrat böldü 4. Deməli, 3'ə də uyğun gəldi Y. 93 figurlar sahəsi üçün uyğunluq. Tərəfi A olan kvadrat. Tərəfi A olan kvadrat baxaq. S bərabərdir A kvadrat. Katetlərə alınan bərabər yanlı düzbucaqlı üçbucaq. Deməli, katetləri A. Düzbucaqlı üçbucağın sahəli üsturu 2'də 1 katetlər hasili. A vurulsun A. Bu da bizə verir 2'də 1 A kvadrat. Yəni A kvadrat bölü 2. 2'yə uyğun gəldi A. Hipotenusa çəkilən median A bölü 2 olan bərabər yanlı düzbucaqlı üçbucaq. Baxın, bərabər yanlı düzbucaqlı üçbucaq çəkmişik. Hipotenusa çəkilən median A bölü 2'dir. Deməli, median əgər A bölü 2'dirsə, burada silək buradan. Onda hipotenuz A'dır. Median hipotenuzun yarısına bərabərdir. Və S bərabər olur 2'də 1 A vurulsun A bölü 2. Bu da bizə verir A kvadrat bölünsün 4. A kvadrat bölünsün 4. Bu da uyğun gəlir. Sevəlinə. 94. Düzbucağı üçbucağın daxilində çevrə var. Daxilindən çevrilən radius düsturu
A üstə gəlir B çıxılsın C bölünsün 2. A və B kadetlərdir. C isə hipotenuzdur. Deməli, birincidə AC 5'dir. AC 5'dir. AC 5'dir. BC 12'dir. Onda Pifagora göre C 13 olur. Deməli, buradan eri tapırıq. 5 üstə gəl 12 çıxılsın 13 bölünsün 2. Bu da bizə verir 2. Verir 2 A bənd. Başqa nə var burada? Sahələr var. 2'də 1. 5 vurulsun 12. 30. Diye de uygun geldi birinciye. Deməli, indi AC 4, AB 5. AC 4, AB 5. Deməli, Pifagor üçüncülərdən görə 5, 4 ise BC 3'te sahə olur 4 olsun, çıkarılsın 2, 6. Bakın Y bəndi var. Və radius 3 üstə gəl 4 çıxılsın 5 bölünsün 2. Bu da bize 1 verir. C bəndi. Keçirik üçüncüyə. AC 12'dir. BC 16'dır. Deməli, bu zaman AB 20 olur. 256, 144 dönümüz. Sahə 16 bölü 12 bölü 2. Bu da 6 bölü 16, 96 eləyir. Sahə yoxdur. Radius 12 üstə gəl 16. Çıxılsın 20 bölünsün 2. Bu da bize verir 4. Bir bəndi də uygun gəlir üçüncüyə. 95 oxşar sualdır. Ev bərabərdir. Kadetlərinin cəmi A üstə gəl B çıxılsın hipotenuz bölünsün 2. AB 25'dir. AC 20'dir. 625 çıxılsın 4. BC 15'dir. R 15 üstə gəl 20 çıxılsın 25 bölünsün 2. Bu da bize verir 5. Deməli, bir uygun gəldi B. Sahə 150 olar. Sahə yoxdur. İkinci də BC 9, AC 12. 144, 81. Hipotenuz olacaq 15. Deməli, 9 üstə gəl 12 çıxılsın 15 bölünsün 2. Bu da bize 3 verəcək. Uygun gəldi. Deməli, A 9 vur 12 bölü 2 54. Y də uygun gələcək. AB 30, AC 24. AB 30, AC 24. 900 çıxsın 576. 324, BC 18. Deməli, sahə 2'də 1, 24 vur 18. 12 vur 18. Bu da bize verir 216. Diye uygun gəlir. Radius. Deməli, AB 18, 24. Çıx 30 bölü 2. 42, 12, 6. Deməli, C ilə D də uygun gəldi üçüncüyə. 96. MD orta xəttir. MD orta xəttir. Uyğunluğu müəyyən edin. Orta xəttin deməli, ABC üçbucağından ayırdığı, bax, bu kiçik üçbucağı var. SAMD. S üçbucağı AMD'nin sahəsi 4'də 1 ABC'nin sahəsinə bərabərdir. Deməli, baxın, söhbət nədən gedir? ABC'nin sahəsini verib bizə 20. 4 hissəyə böləndə 5 düşür. Deməli, 5 düşəcək AMD'yə. 15 düşəcək bura. Trapeziyaya. Bizə nələr verilib? MBC'də trapeziya 15. Deyibəndir. AMD'nin sahəsi 5. Değil. ABC 80. Böldüğü 4'e. 80 böldüğü 4'e. 20. AMD'ye 20 düşecek. Deməli, 3'e də vuranda 60 yoxdur. 2'ye uygun gəldi D. 40. 40 böldüğü 4'e. 10. 10. 3'e vuranda 30. Deməli, SMBC'de 30 uygun gələcək. Üçüncüyə. Sinaydı MBC'de 60.
MBC'de 60-80 bölmüştü 4'e 20 çevremde C'de uygun gelir. İkinciye. 97 MK yine orta xəttir. Orta xəttirsə bu balaca üçbucağı S'dir, trapeziya 3S. MKB 10. MKB 10. 10'dursa trapeziya 30'dur. Değil mi? ABC'nin sahəsi isə 4S'dir. S üçbucağı ABC. Sahə 4S'dir. Deməli, C'nin de uygun gəldi birə. MKB 30, balaca üçbucaq 30. Onda 4'e vuranda ABC olur 122. Uygun gəlir B. 3'e vuranda 90. O yoxdur. MKB 20. 20 ise 3'e vuranda 60. 20 uygun gəlir 3-cüyə. Hansı qaldı? ABC 80. MKB 20'dirsə 4'e vuranda ABC 80. Deməli A da uygun gəldi 3-cüyə. 98. ABC üçbucağı üçün uyğunluğu müəyyən edin. BD mediandır. Median. Əgər mediandırsa qarşıdakı tərəfi yarı bölür. Deməli AD AC'nin 2'də 1 hissəsidir. Bəndə baxın AC bərabər 2AB. Uyğun gəlir mediana. Əgər mediandırsa BD medianı ABC üçbucağının sahəsini 2 yəni bərabər sahəli üçbucağa bölür. Baxaq görək. SABD bərabərdir 2'dən 1 SABC. Yəni ABC'nin sahəsinin yarısı ABD'dir. B də uyğun gəlir birinciyə. İkinciyi tənbələnəm. Tənbələn, əgər BD tənbələndirsə, BD əgər tənbələndirsə, onda B təpəsindəki ucaq bərabər bölünür. Bu zaman bizim xassəmiz var, yəni tənbələn xassəsi. Tənbələn çəkildiyi tərəfi digər iki tərəfli mütənasib hissələrə ayırır. AB'nin AD'yə nisbəti bərabərdir BC'nin CD'yə nisbəti. Və sahələrlə əlaqəli burada nəyə göstərə bilərik? Baxaq görək nə yazılıb burada. ABD'nin sahəsinin BD'sinin sahəsi nisbəti bərabərdir. AB'nin BC'yə nisbəti uyğun gələr. Deməli, bax, belə də yaza bilərik. Bunu AB'nin BC'yə nisbəti bərabərdir. AD'nin CD'yə nisbəti. Yəni, sahələrlə əlaqəli bizim belə bir düsturumuz var idi. Baxın, məsəl üçün, burada S1, S2'dirsə, burada da məsəl üçün 2K, 3K'dırsa, onda S1'in S2'yə nisbəti bərabərdir 2K'nın 3K'ya nisbəti. 2K, 3K olmasın, emin gəlin yazaq. Emin yazaq bunu. Emin nisbəti. Yəni, sahələr nisbəti uyğun tərəflər nisbətinə bərabərdir. Baxın, burada da ABD'nin sahəsi, üçbucaq AB'nin sahəsinin, üçbucaq BDC'nin sahəsinə nisbəti bərabərdir AB'nin BC'yə nisbəti. AD'nin CD'yə nisbəti olmalı idi. AD'nin CD'yə nisbəti daxı AB'nin BC'yə nisbətinə bərabərdir tənbələnin xassəsinə görə. Ona görə, bax, uyğun gəlir tənbələnə. Deməli, 2'yə uyğun gəldi A. Keçdik indi hündürlüyə. Hündürlükdə də bilirik ki, 2'də 1 AC vurulsun. BD'dir. Gəlin. Baxaq BD'yə hündürlük kimi baxaq. Əgər hündürlük kimi baxsa, ABD üçbucağı olur, düzbucağı üçbucağı. Baxın, burada isabeti bərabər 2'də 1 AD vurulsun BD, yəni kaydetlərin arasında. Bu da uyğun gəlir hündürlüyə. Deməli. Hansı qaldı? ABD'nin BDC'yə nisbəti. SABD'nin BDC'yə nisbəti. Bərabər də AC kvadrat. Bu uyğun gəlmir hiçbirine. 99. Deməli, birinci BD mediandır. Mediandırsa AD CD'yə bərabərdir. AC 2 CD'yə bərabərdir. Bir uyğun gəlir A. Mediandırsa sahələr bərabər bölünür. SS böyük ABC'nin sahəsi ABD'nin sahəsinin 2 mislidir və ya BDC'nin sahəsinin 2 mislidir. Baxın, C'dən də uyğun gəlir birinciyə. Sonra indi BD'yə tənbələn kimi baxırıq. BD tənbələndirsə, onda
xassəsi, tənbələn xassəsi AB'nin BC'ye nisbəti bərabərdir AD'nin CD'ye nisbəti. Bu həm də sahələr nisbəti olur. S1, S2 olsa, onda S1, S2 bərabərdir. S1'in S2'ye nisbəti AD'nin CD'ye nisbətidir. AD'nin CD'ye nisbəti. AD'nin CD'ye nisbəti də AB'nin BC'ye nisbətidir tənbələn olduğu üçün. O da bərabər olur AB'nin BC'ye nisbəti. Şimdi baxırıq. Deməli, baxaq. SABD'nin SBD'ye nisbəti bərabərdir AB'nin BC'ye nisbəti. Bax, bu uyğun gəlir tənbəlana. Şimdi hündürlük kimi baxırıq. Hündürlük kimi baxanda burada 2 dənə düz bucağı, üç bucağın, bu düz bucağı, üç bucağın sahəsi 2'də 1 katetlər hasili. Baxın, BDC'nin sahəsi 2'də 1, CD olsun, BD baxın katetlər hasili. Bu üç bucağın sahəsi. Deməli, İ'yə də uyğun gəlir. Üçüncüyə. Keçirik ətraflı yazılı cavab tələb olunan məsələlərə. ABCD düz bucağısında A'ye 13, B'ye 12 ve B'ye tənbələn olarsa AB'ye üç bucağın sahəsini tapın. A'ye 13, B'ye 12 ve B'ye tənbələndir. Baxın, bərabər bölünüb bucaqlar. Deməli, B'ye 12'dirsə, onda AD'de 12'dir. Düz bucağının qarşı tərəfləri bərabərdir. AD bərabərdir, B'ye bərabərdir 12. Bucaqlara baxaq. D bucağı, C bucağı, düz bucaqdır. A bucağı ve B bucağı da həmçinin düz bucaqdır, çünki figur düz bucaqlıdır. B təpəsindəki bucaqlar bərabər bölünür. Çünki B'ye tənbələndir, 45-45 bölünür. Digər tərəfdən C'ye bucağı, bucaq C'ye B. C'ye B bucağı bərabər olur, bucaq AB'ye. Çarpız bucaqlar olduğu üçün olacaq 45 dərəcə. Deməli, B'ye 3 bucağı, bucaq B'ye bərabər yanlı, düz bucağı 3 bucaqdır. Yəni, C'ye bərabərdir B'si. Bu da bərabərdir 12. Deməli, C'ye də 12'dir. Və digər tərəfdən AD'ye 3 bucağında, 3 bucaq AD'ye də D'ye katetini tapa bilərik. Pifagor teoreminin köməyi ilə D'nin kvadratı bərabərdir AY'nin kvadratı çıxılsın AD'nin kvadratı. Yəni, D'nin kvadratı bərabərdir 13'ün kvadratı çıxılsın 12'nin kvadratı. Bu da bizə 25 verir. D'ye olur 5. Digər tərəfdən düz bucağının qarşı tərəfləri olduğu üçün AB CD'ye bərabərdir. 12 üstə gəl 5. 17. Və üç bucaq AB'nin sahəsini soruşur bizdən Y'dən AB'yə hündürlüyü çəkirik. Bax, bu hündürlüyü ilə deməli, adlandıraq bunu. Olsun K. Baxın, YK hündürlüyü bərabərdir BC tərəfinə, o da bərabərdir 12'ye. Və S3 bucaq AB'ye bərabərdir 2'də 1 AB olsun hündürlük KY ve AB de CD'ye bərabərdir. Qiyməti 12'dir, daha doğrusu 17'dir. S3 bucaq AB'ye bərabərdir. 2'də 1 vurulsun, 17 vurulsun, 12. Deməli, S3 bucaq AB'ye bərabər olur. 6 vurulsun, 17, 102. Gecə 100 lira. Oxşar məsələdir. Bu dəfə AY'nin uzunluğuna 17 verib, BC'nin uzunluğunu 8 verib, B'yi tənbələndir. AB'yi üç bucağının sahəsini tapın. D və C bucaqların düz bucaqdır, qeyd edirik. Düz bucaq üç bucaqlar alınır burada. Tənbələn olduğu üçün B'yi bucaq 45-45 bölünür. Y bucağı da 45 dərəcə olur. Və üç bucaq B'yesi bərabər yanlıdır. Bucaq üç bucaq olursa Y də 8'dir. Digər tərəfdən AD BC'yi bərabərdir. O da 8'dir. Və burada Pifagor teoremini tətbiq edə bilərik. DY'nin kvadratı bərabərdir AY'nin kvadratı çıxılsın AD'nin kvadratı. Bu da bizə verir 17'nin kvadratı çıxılsın
8'in kvadratı 289 çıxılsın 64. 225. Deməli D'ye 15'dir. İndi AB'ye çözən sayısını tapmaq üçün biz Y'də oturacaq hündürlüyü çəkməliyik. Bu hündürlükdə uzun K'ye hündürlüyü. K'ye hündürlüyü beraber olur. BC'ye o da beraber olur. 8 ve S bucağı A ve Y. Beraberdir. 2'de 1. AB vurulsun. K'ye. AB ile neye beraberdir? AB de beraberdir. D'ye ise gel S'ye. Yani 15 ise gel 8 23. Deməli 2'de 1 vurulsun. 23 vurulsun K'ye 8. 8 ile 2'nin aparaq 4. 4 vurulsun 23. Bu da bize verir 92. 102. Deməli, ABC üçbucağı, üçbucağı üçbucağıdır. C 90'dır. AD tənbələndir. AB 30'dur. CD'nin DB'ye nisbəti 3'ün 5'e nisbətidir. Deməli, CD 3K, BD ise 5K. CD'ye yazar 3K, BD 5K. ABC'ni soruşur bizden. Üçbucağı üçbucağın sayısını. Buradan AD tənbələn olduğu için tənbələn qasidəsindən istifadə edək. Tənbələn çəkildiyi tərəfi digər iki tərəflə mütənasib hissələrlə bölür. Yəni AC'nin AB'ye nisbəti bərabərdir CD'nin BD'ye nisbəti. AC'nin 30'a nisbəti bərabərdir 3K'nın 5K'ya nisbəti. Burada K'lar gedir. AC beraber olur. 30 vurulsun. 3 bölünsün 5 yani 18. AC'ni taptık 18. Bizden ABC'ni soruşur. BC'ni de Pifagor teoremiyle tapalım. BC'nin kvadratı beraberdir AB'nin kvadratı çıxılsın AC'nin kvadratı. Deməli BC'nin kvadratı beraberdir 30'un kvadratı çıxılsın 18'in kvadratı. 900 çıxılsın 324. Bu da bize verecek 576. 576 BC 24. Ve S üçbucağı ABC üçbucağı üçbucağıdır. Katetler hasilinin yarısı AC bulsun BC. S üçbucağı ABC beraberdir. 2'de 1 vurulsun. AC 18 BC 24. Deməli S üçbucağı ABC beraberdir 9 vurulsun 24. Bu bize verir 216. 103. ABC beraber taraflı üçbucağıdır. Sahəsini bize verir. S üçbucağı ABC beraberdir 25 kökdə 3. AD perpendikulyardır. CD'ye burada düzbucağı var. AD çəkən CD 12'dir. Katetlərin cəmi 12'dir. AD'si üçbucağı sahəsini soruşur bizdən. Yəni düzbucaqlı üçbucaq ACD'nin sahəsini soruşur. Və katetlərin cəmini bizə verir 12. İndi biz nədən istifadə edək? AB, BC, AC üçü bir-birinə bərabərdir. Üçbucaq bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın sahəli üslubunu yazaq. A kvadrat kökdə 3 bölünsün 4. Deməli A kvadrat kökdə 3 bölünsün 4 bərabərdir 25 kökdə 3. Kökdə 3'dən geçsə A kvadrat olur 100. Buradan çıxır ki A bərabərdir 10. Deməli hipotenuzu tapdıq 10. Və ADS çəkəsiydi bizə 12 verir. Katetləri yəni işarə edək. Biri x olsun, digəri y olsun. Və Pifagor teoremini tətbiq edək. X kvadrat digər y kvadrat bərabərdir A-nın kvadratı. Və köməkçi düsturu tətbiq edək. X üstə gəl y-in kvadratı çıxılsın 2xy bərabərdir A-nın kvadratı. A da 10'dur kvadratı 100. X üstə gəl y gedərsə verim şərtdə 12. Deməli 144 çıxılsın 2xy bərabərdir
100. 2x y beraberdir 44. X y beraberdir 22. X y katetlerin hasilidir. S üçbucak ASD beraberdir. 2'de 1 katetler hasili. AD ulusu SD. AD ulusunun SD de X ve Y ile hasilini tapmışıq. 22. Deməli, S üçbucaq ASD beraberdir. 2'de 1 ulusu 22. Cevabımız 11. 104 oxşar məsələdir. Üçbucaq bərabər tərəflidir. Bərabər tərəfli üçbucağın sahəsi A kvadrat kökdə 3 bölünsün 4. Verib bizə 100 kökdə 3. A kvadrat kökdə 3 bölünsün 4 bərabərdir. 100 kökdə 3. Kökdə 3'dən gedir. A kvadrat bərabərdir 400. A bərabər olur 20. Digər tərəfdən AD və CD katetlərin cəmini bizə verir. Baxın, üçbucaqdır. Katetlər adlandırıram. X, Y. X kvadrat üstəgəl Y kvadrat bərabərdir. Hipotenuzun kvadratı A kvadrat. Və müxlisar modüsünü tətbiq edirəm. X üstəgəl Y-in kvadratı çıxılsın ki, X, Y bərabərdir. 20'nin kvadratı 400. X üstəgəl Y də bizə 22 verir. 22'nin kvadratı 484 çıxılsın ki, X, Y beraberdir 400. 2x y beraberdir 484 çıxılsın 484. X y beraberdir 42. Katetlərin hasilini tapdıq. İndi S üçbucaq ASD beraberdir 2'de 1 katetlərin hasili AD vurulsun SD. Bu da beraberdir 2'de 1 vurulsun 42. Cevabımız 21. 105 tərəfi 4 olan kongruent iki bərabər tərəfli üçbucağın ortacaqları bir nüsbət üzərindədir. N və K nöqtələri üçbucaqların ortacaqlarının orta nöqtələridir. NOK üçbucağının sahəsini tapın. Baxın, müştərklənmiş üçbucağın NOK-nın sahəsini bizdən soruşur. Hər iki üçbucaq bərabər tərəflidir. N nöqtəsi soldakı üçbucağın orta nöqtəsidir. K nöqtəsi də sağdakı üçbucağın ortacağının orta nöqtəsidir. Deməli, burada üçbucaqlar bərabər tərəflidir. Bucaqlar 60'dır. Digər tərəfdən uyğun bucaq olduğu üçün, bax, bu bucaq da 60 olacaq. Digəri də uyğun bucaq olduğu üçün 60 olacaq. Onda təpədə 60'dır. Deməli, bax, bu üç bucaq da bərabər tərəflidir. Bizdən baxın, bu NOK üç bucağının sahəsini soruşulur. NK tərəfi nəyə bərabər olacaq? Şərtdə deyilir ki, tərəf 4'dür, bərabər tərəf üç bucaqlardan hansı? Və N orta nöqtədir. Orta nöqtəsi isə 2'dir. Hamısı 2'dir. Deməli, bərabər tərəfli üçbucağın NOK-nın tərəfi olur 2. Deməli, S üçbucaq NOK bərabərdir. A kvadrat kökdə 3 bölünsün 4. A da 2'dir. 2'nin kvadratı kökdə 3 bölünsün 4. Bu 4'lər gedir. Cevabımız qalır kökdə 3. 106 oxşar sualdır. Bərabər tərəfli üçbucağın orta tərəfi 8'dir. NOK orta nöqtələrdir. NK'ya 4 düşür. Ortadakı üçbucaqla bərabər tərəflidir. Baxın, bu 60. Bax, bu 60 dərəcə. Bax, bu bucaqlara baxalım. 60 dərəcədir. Deməli, təpədə 60'dır. Olur bərabər tərəfli. Deməli, tərəfləri olur 4. Və bizdən NOK-nın sahəsini soruşur. S bərabərdir. A-nın kvadratı kökdə 3 bölünsün 4. Deməli, tərəf 4'dür. Kvadratı 16. Kökdə 3 bölünsün 4. Cevabımız 4 kökdə 3. 107. Deməli, üçbucaq ABC verilir bizə. AD 12'dir. AD 12'dir. BD 6'dır. AC CD'ye bərabərdir. Üçbucaq ACD bərabər yanlıdır. Deməli, BC 13'tür. Bizdən BCD'nin sahəsini soruşur. Baxın, bu üçbucağın sahəsini soruşur. İlk burada yəni şərtdə diqqətinizi cəlb edəyəm. CD AC-yə bərabərdir şərtidir. Bax, bu şərt. Deməli, ACD üçbucağı bərabər yanlıdır. Bərabər yanlı üçbucağın da biz digər hündürlüyünü çəksək, bu hündürlük həm də mediandır. Deməli, bura bir
K yazaq. Deməli, SK həm hündürlükdür, həm də mediandır. Digər tərəfdən, baxın, bu adi parçası axı 12 idi. 12 edir, 6 bölünəcək. AK-da 6 olacaq, KD-də 6 olacaq. Və biz buradan SK hündürlüyünü tapa bilərik artıq. Üçbucaq. Deməli, BSK-ya baxsaq, BSK. Bu üçbucaqda, düzbucağı üçbucaqdır da, deməli, KS-nin kvadratı bərabərdir BS-nin kvadratı çıxılsın. Baxın, BK-nın kvadratı. Burada KS kvadrat bərabər olur 169 çıxılsın. Bax, bu BK. Bu üçbucaqdan söhbət gedir. Bu üçbucaq üzərində biz BK-nı tapdıq. Deməli, 12'dir. BK 12'dir. 144. Bu da bize verdi 25. Deməli, hündürlüğümüz oldu 5. Hündürlüğümüz oldu 5. Şimdi keçirik suala. Bizdə nə soruşurdu? BCD üçbucağı sayısı. BCD üçbucağıdır. Bax, bu idi. BCD üçbucağı. Baxın, körbucağı üçbucağıdır. C təpəsindən çəkilən hündürlük xarici oblasına düşür. Deməli, biz S üçbucaq BCD bərabərdir yaza bilərik. Tərəf BD ve bu tarafa çekilmiş hündürlük SK xarici oblasına düşür. BD'nin uzantısının üzerine SK. Bu da beraberdir 2'de 1. BD 6'dır. CD yok SK. Hündürlük SK. SK'nın da taptık 5. Cevabımız 15. 108 ABC üçbucağı verilib, AB BC'ye bərabərdir və 10 verib. Deməli, tərəfləri bərabər yalnız üçbucaqdır. ABC sahəsində verib bizə 40 S üçbucağı, ABC 40'dır, bu da məlumdur. Bizdən bax, bu parçaların hündürlüklərin baxın, D nöqtəsindən tərəfləri çəkilən hündürlüklər D və D bunların cəmini soruşur. İndi biz B ilə D-ni birləşdirirsək, o da üçbucaqlar alınacaq. Baxın, ABD üçbucağı və BCD üçbucağı. Onda DN, ABD üçbucağının hündürlüyü olacaq. DN və BCD üçbucağının hündürlüyü olacaq. Hər iki üçbucağı üçün ayrı-ayrı sahə düsturlarını yaza bilərik. S üçbucaq ABC bərabərdir. S üçbucaq ABD üstə gəl S üçbucaq BCD. Gətirib istifadə etsək, ABC 40'dır. 40'ı saxlayan axırda yazar. ABD'nin sahəsi üçün yaza bilərik 2'də 1. AB vurulsun. Hündürlük MD. İşte gel 2'də 1. Keçirik BCD üçbucağına. BC tərəfi vurulsun. Hündürlük DM. Bərabər ABC üçbucağın sahəsi yəni 40. Və 2'də 1. MD, AB BD. A BD değil, bu BC'di. D oldu. BC. BC tərəfi vurulsun. D'nin hündürlüğü. AB ilə BC birbirine bərabərdir. Hər ikisi 10'dur. Deməli, 2'də 1 vurulsun 10. Açırıq mötərizə qalır. MD üstə gəl. DM. Bərabərdir 40. 2 onu burada atarsaq 5. 40'ı da böləcək 5'e. MD üstə gəl. DM bərabərdir 40 bölsün 5. 8. Bizdən də bunu soruşurdu. 109. Bu dəfə AB və BC'nin 8 verir. DM və D'nin cəmini verib ABC üçbucağı sayısını soruşur. S üçbucağı ABC bərabərdir. S üçbucağı denədiyini birləşdirərək. Deməli, ABD üstə gəl S üçbucağı BCD. Deməli, S üçbucağı ABC bərabərdir. 2'də 1. ABD olacaq. AB vurulsun. Hündürlük MD. İşte gel 2'də 1. BCD'de olacaq. 2'də 1. BC vurulsun. MD. Deməli, S üçbucağı ABC bərabərdir. 2'də 1. AB və BC birbirine bərabərdir.
8'dir. 0 burada vurmuşum. Ötərizə xaricinə qalır. MD üstə gəl. MD. Getirib yerine yazıq. Bax, burada gelir 4. Cəmi də bizə verib 6. Cevabımız olur 24. %10. ABCD kvadratının daxilində verilmiş konvektəsi 3'ü deməli MK, KA və KD. Bu parçalar birbirine kongruentdir. BM'də MC'ye bərabərdir. ABM'in sahəsini verib bizə bax, ştrixlənmiş üçbucağın sahəsini verib 64. MK parçasının uzunluğunu soruşur. MK. Deməli ki, BM bərabərdir MC'de kvadratın tərəfi. Deməli olduğu için bu parçaları A qəbul edək. Kvadratın tərəfi olsun 2A. Ve bu ştrixlənmiş üçbucağın sahəsini verib 60'dır. Biz buradan A tapa bilərik. Düzbucaqlı üçbucaqdır. Düzbucaq üçbucağın sahəsini tətbiq edirik. S üçbucağı ABM bərabərdir. 2'də 1. Katetlər hasili AB vurulsun BM. Sahəni verib 60'dır. 2'də 1. AB 2A BM A. 2'ler burada gelir. A kvadrat 60'dır. A beraber 8. A tatlı 8. Şimdi bizden MK parçasının uzunluğunu soruşur. Deməli biz bakın burada beraber yanlış bucağı almış. Beraber yanlış bucağın müdürlüğünü çeksək. Bak bu parçanın Y yazaq. Deməli A7 A olur. YD de A olur. Diğer taraftan CD 2A'dır. Biz buradan deməli K'yi ifade edebilərikdən anda tapışıq 8. Deməli bu 16 olur. Mesela MK'ya bir X desəm K'ya olur 16'dır X. AK'da MK'ya beraber yaxın. AK'da X olsun. A'yı da burada tapmışıq 8 ve getirib deməli bu üçbucağa Pifagor tətbiq edə bilər. Bizdən MK parçasının uzunluğu soruşur da X'ı. Deməli K'ye oldu 16 çıxılsın X ve AK da oldu X. MK beraberdir. AK her ikisi X deməli X'ı tapsa MK'nı tapmış olur. Üçbucağa Pifagor tətbiq edək. AK'nın kvadratı beraberdir. AY'nin kvadratı üstəgəl KY'nin kvadratı. Deməli X'in kvadratı beraberdir. 8'in kvadratı üstəgəl 16 çıxılsın X'in kvadratı. Deməli X kvadrat beraberdir. 60'da üstəgəl 256 çıx 32 X üstəgəl X kvadrat. X kvadratlar gedir. 32 X beraberdir. Toplasam bize ne vereceği burada? 320. X beraber olur 10. Bizden beraber X'ı soruşuldu. Yani MK beraber olur 10. %11 oxşar məsələdir. Bak burada da bu parçalar MK, AK, KD birbirine beraberdir. BM de MC'ye beraberdir. Deməli BMA, MCA. Onda kvadratın tərəfləri olur 2A. Ve bu üçbucağın yerində ABM'in düzbucaqlı üçbucağın sahəsini verib sahə düsturundan istifadə edirik. 2'də 1, 2A vurulsun A beraberdir. 16 A kvadrat. 16 A4. Deməli CD oldu 8. CD 8'dir. MK'ya bir X diyeceğim. Bak burada K'ye beraber olacak. 8 çıxılsın MK yani X. Ve AK da X olacak. Şartta verilip MK, AK, KD birbirine beraberdir. Bunların X'dir. Bu üçbucağı Pifagor tətbiq edəcəm. A7 A'nı tapmışıqdır. Bu üçbucağı da Pifagor tətbiq edəcəm. AK'nın kvadratı beraberdir. AY'nin kvadratı üstəgəl KY'nin kvadratı. Deməli X kvadrat beraberdir. 4'ün kvadratı üstəgəl KY'nin de ifade ettiği 8 çıxılsın X, 8 çıxılsın X'in kvadratı.
X kvadrat bərabərdir 16 üstəgəl 64 çıxılsın 16x üstəgəl x kvadrat. Buradan 16x bərabər olur 80, x bərabər olur 5'e. Bizdə nə soruşuldu? MK parçası. MK parçası da ilə x bərabər idi. Deməli MK bərabər olur 5. Keçək 112-ci məsələyə. Burada da ABCD dörtbucaqlısıdır. AC diagonaldır. AC diagonalı DM parçası ilə kəsilir nöqtəsində və DM paraleldir BC-yə. DM paraleldir BC-yə. NM-in MD-yə nisbət. NM-in MD-yə nisbət. 1-4 nisbətindədir. Məsəl üçün NM əgər x-dırsa, onda MD olur 4x. AM'nin sahəsini verib, bax bu üçbucağın sahəsini bizə verib 1. Sahəsi 1. DMC-nin sahəsi 8. DMC sahəsi 8. Bizdən ABC-nin sahəsini soruşur. S üçbucaq ABC. Gəlin baxaq gələk, hardan davam edirik. Bax, AMD üçbucağına baxaq. AMD. Deməli, uyğun tərəflər x-in x4, x4 yəni 1-in 4 nisbətindədir. Sonra sahələrdə bilirik ki, 1-4 nisbətindədir. Yəni, AN-in sahəsi 1-dirsə, onda AMD-nin sahəsi 4. Digər tərəfdən, deməli, belə baxsaq, əgər deməli, MCD-nin sahəsi 8-dir, ya da AMD-nin sahəsi 4-dür. Yəni, bu sahə AMD-nin sahəsindən 2 dəfə böyükdür. Deməli, 2-1 nisbətindədir. AM və MC. AM-in MC-yə nisbət bərabər olur 1-in 2-yə nisbət. Deməli, bura bir, məsəl üçün 2A yazsam, AM-də A yaza bilərəm. Çünki 1-2 nisbətində bölünmür. Digər tərəfdən paralelliyi var idi. DN paraleldir BC-yə. DN paraleldir BC-yə. Əgər paralelliyi varsa, bu NM BC-yə paraleldir. NM paraleldir BC-yə. Deməli, biz fikrimizi yönəldəcəyik ABC üçbucağına. Üçbucaq ABC-də paralelliyi olduğu üçün, bax, bu ANM üçbucaq ANM oxşar olacaq üçbucaq ABC-yə. Əgər oxşarsa, uyğun tərəflərin nisbətini yaza bilərik. Bizdən ABC-nin sahəsini soruşur da. Deməli, ANM-in də sahəsi bizə verilib onsuz da. S üçbucaq ANM bərabərdir 1. Deməli, sahələr nisbətindən istifadə edə bilərik. S üçbucaq ANM bölünsün S üçbucaq ABC bərabərdir. Deməli, bu 1-dir. Birini yazaq da, əvvəl uyğun tərəflərin nisbətini yazaq. Uyğun tərəflərin nisbətinə uyğun tərəflər A. Deməli, böyük üçbucağı da A üstəgəl 2A, yəni 3A kvadrat. Deyirik ki, oxşar üçbucaqlarda sahələr nisbəti oxşarlıq əmsalı K-nın, yəni uyğun tərəflərin nisbətinin kvadratına bərabərdir. Buradan artıq biz ABC-nin sahəsini tapa bilərik ki, AN-in sahəsi onsuz da bizə 1 verilir. S üçbucaq ABC bərabərdir. İxtisar G, bax, bu A-lar burada gedir onsuz da. 3-də 1 kvadrat olur 9-da 1. Deməli, S üçbucaq ABC bərabər olur 9-a. 118-ci. Tərəfi 4 cm olan kongruent 2 bərabər üçbucağın oturacaqları bir düz xətt üzərindədir. N və K nöqtələr üçbucağların oturacaqlarının orta nöqtələrdir. İşlənmiş hissənin sahəsini tapın. Deməli, bayaqki məsələlərdə buna bənzər var idi. Sadəcə şərti fərqlidir burada. Tərəfi 4-dür. Tərəfi 4. N və K da orta nöqtədir. Deməli, bunlar 2-dir. Və bu üçbucağı bəyan göstərdik ki, bu da bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağı 60-dır. Bunlar da 60 olur. Bunlar hamısı olur 60. Təpədə olur 60. Deməli, həmin bax bu bərabər tərəfli, kiçik bərabər tərəfli üçbucağın da tərəfi olur ki. Deməli, indi biz tənə soruşu işlənmiş hissənin sahəsini tapın. Əvvəlcə bir böyük bərabər tərəfli üçbucağın, biri kiçik bərabər tərəfli üçbucağın ayrı-ayrı sahələrini tapaq.
Adlandıraq A, B. ABK böyük bərabər tərəfli üçbucaq ABK bərabərdir. A kvadrat kökdə 3 bölü 4. Deməli, tərəf 4 idi. 4-ün kvadratı 16 bölü 4 bölsə verir. 4 kökdə 3. Ne keçirik? Kiçiyə. Bura bir Y yazaq. NKY. S üçbucaq NKY. Kiçik bərabər tərəfli üçbucağın sahəsi. Yine de A kvadrat kökdə 3 bölü 4. Tərəf 2-dir. 2'nin kvadratı 4. 4'den 4 gedir. Kökdə 3. Deməli, böyük bərabər tərəfli üçbucağın sahəsi 4 kökdə 3. Kiçik bərabər tərəfli üçbucağın sahəsi kökdə 3. İndi böyükdən kiçiyə çıxaq. Bax, bu trapeziyanın sahəsini tapaq. S trapeziya A, M, Y, B. Bu trapeziya. Bunun sahəsi olacaq 4 kökdə 3 çıxılsın kökdə 3. Bu da bizə verir 3 kökdə 3. Baxın, digəri də ona bərabər olacaq. Deməli, axırda 3 kökdə 3 vurulsun 2, bu da bizə verəcək 6 kökdə 3. 114 oxşardır. Tərəf 8'dir. Bunlar orta nöqtədə bölünür, 4 olur. Kiçik bərabər tərəfli üçbucaqda da tərəflər 4 olur. Böyük bərabər tərəfli üçbucağın sahəsində 8'in kvadratı kökdə 3 bölünsün 4. Bu bizə 16 kökdə 3 verir. Kiçik bərabər tərəfli üçbucaqda bu S, bu olsun da 2. Kiçikdə isə 4'ün kvadratı kökdə 3 bölünsün 4. Bu da bizə verir 4 kökdə 3. Şimdi baxın, bu trapeziyanın sahəsini tapaq yazar. S, T yazıram trapeziya. Bərabər olur 16 kökdə 3 çıxılsın 4 kökdə 3. Baxın, bax, bu iştiraklenmiş hissənin trapeziyanın birinin sahəsini tapanda bax, böyük üçbucaqdan kiçik, bax, bu bərabər tərəfli üçbucağa çıxıram, qalır bax, iştiraklenmiş hissələrdən biri. Bu da bizə verir 12 kökdə 3. Bax, iştiraklenmişdən 2 dənədir. Ona görə 12 kökdə 3'ü də vururam 2'yə, olur 24 kökdə 3. 115. Beraber yanlı düzbucaqlı üçbucağın hipotenuzuna çekilen hündürlüğü üzerinde kurulmuş kvadratın sahəsi 7,3 kvadrat santimetrdir. Bu üçbucağın kaydeti üzerinde kurulmuş kvadratın sahəsini tapın. Beraber yanlı düzbucaqlı üçbucaqdan söhbət gedir. A, S, B. Kaydetləri birbirine beraberdir. A ile işaret ederek. Bu beraber yanlı düzbucaqlı üçbucağın hipotenuzuna hündürlüğü çekilip adlandırar SD'ye. Beraber yanlı düzbucaqlı üçbucaq olduğu için CD hündürlüğü hem de mediandır. Ve düzbucaqlı üçbucaqlı hipotenuza eğer median çekilipsə, onda median hipotenuzun yarısına beraberdir. Deməli, AB, daha doğrusu AC beraberdir, BC beraberdir, A ile işaretli. Çünkü beraber yanlı düzbucaqlı üçbucaqdır. CD hem de median olduğu için hipotenuzun yarısına beraber olur. Yani AD, BD, CD, bak bunlar hamısı birbirine beraberdir. Ve bu parçalarda bir X ile işaretlidir. Bakın. Ve birinci cümlede deyilir ki hündürlüğü üzerinde kurulmuş kvadratın sahəsi 7,3 kvadrat santimetrdir ve bu kvadratın bir tərəfi həmin hündürlükdür. Yəni, CD hündürlüğün üzerinde kvadrat kurulur. Həmin o kvadratın sahəsi 7,3'dür. Gelin baxaq bu hündürlüğü üzerinde kurulan kvadrata. Bir tərəfi CD hündürlüğüdür, diğer tərəfi BD. Yani hipotenuzun yarısı olacaq. Çünkü baxın her ikisi X'e beraberdir birbirine. İki tərəfini de biz çəkək. Bakın bu kvadrattan danışılır. Bakın bu kvadrat olsun BDSY kvadratı. BDSY kvadratının sahəsi 7,3'dür. SBDSY kvadratının sahəsi 7,3. Onda biz tərəfi tapa bilərik, X'i tapa bilərik. X'in kvadratı bərabərdir 7,3, X bərabərdir kökdə 7,3. Ve biz buradan A kaydetini de tapa bilərik. A kaydeti həmin tərəfi X olan BDSY kvadratının diagonalıdır. A kaydeti. Diagonalda tərəfin kökdə 2 mislidir. Deməli kökdə 7,3 vurulsun kökdə 2. Bu da bizə verir kökdə 14,6. Deməli BC kaydetini tapdıq.
İndi bu katetin üzərində qurulmuş kvadratın sahəsini tapmalıyıq. Deməli, bu katetin, yəni BC katetinin də üzərində kvadrat quraq. Və həmin kvadratın sahəsini tapaq. Bir tərəfə A-dırsa, digər tərəfə də A-dır. Bax, bu kvadratın sahəsini soruşur bizdən, yəni A kvadratı soruşur bizdən. Deməli, S bərabər olacaq A kvadrata. A-da tapmışdıq. Kökdə 14 tam onda 6. Bunu da kvadrata yüksəldirik. Cavabımız olur 14 tam onda 6. 116. Oxşar məsələdə bərabər yanlı bucaqlı üçbucaq hipotenuzuna çəkilən hündürlük, bərabər yanlı düzbucaqlı üçbucaq kadetlərini A ilə işarə etdik. Hipotenuza hündürlük çəkilir. Bu hündürlük dedik ki, həm də mediandır, çünki bərabər yanlıdır və median hipotenuzun yarısına bərabərdir. X işarə etdik. Bu hündürlüyün üzərində kvadrat qurulub. Bu kvadrat. Həmin kvadratın baxın, bir tərəfi hündürlük, digər tərəfi də hipotenuzun yarısı. Digər tərəflərdə x olacaq. Baxın, bu kvadratın sahəsi 6,4'dür. Yəni x'in kvadratı 6,4'dür. Buradan x'i tapdıq, kökdə 6,4. Və verilmiş bərabər yanlı üçbucağın A kateti kvadratın diagonalıdır. Əgər diagonalıdırsa, tərəfin kökdə 2 mislidir. Kökdə 6,4 vurulsun, kökdə 2. Kökdə 12,8 və katet üzərində qurulmuş kvadratın sahəsi katet A'dır. Onun üzərində kvadrat qurulacaq. Bu kvadratın bizdən sahəsini soruşur. Yəni bir tərəfə A'dırsa, digər tərəfləri də A olacaq. Bax, bu kvadratın bizdən sahəsini soruşur. S bərabər olacaq A kvadrata və A'da tapmışıq. Kökdə 12,8 kvadratı, bu da bizə verir 12,8. 117 sonuncu məsələmizdir. ABC üçbucağında DY AB'ye perpendikulardır, DF BC'ye perpendikulardır. AB bərabərdir BC'ye 8 verir. YDF 120 dərəcədir. DY üstəgəl DF'i soruşur. Baxın, bu perpendikularların uzunluqları cəmini soruşur. Burada dört bucaqlıya fikir verək. BFD'yi. BFD'yi dört bucaqlısında gəlin bucaqların cəminə baxaq. 90, 90, 120. Baxın, B bucağı məlum deyil. Bucaq B. Dörd bucağının daxil bucaqlarının cəmi olmalıdır. 360 dərəcə. Biz buradan bucaq B'ni tapa bilərik. Bucaq B olacaq. Deməli, 180, 360 dərəcə. Bir bucağı 60 dərəcə. Və axı üç bucaq bərabər yanlı idi. AB bərabər BC, o da bərabər 8. Deməli, A bucağı da 60'dır. C bucağı da 60 dərəcədir. Bucaq A bərabərdir bucaq C. O da bərabərdir bucaq B. Bərabər 60 dərəcə. Yəni, üç bucaq bərabər tərəflidir. Bərabər tərəflidirsə, onda AC də 8'e bərabərdir. AC də 8'dir. Digər tərəfdən keçək bax, bu üç bucaqların içinə AYD və DFC üç bucaqları 60'dırsa, digər bucaq 30'dur. Burada da 30'dur. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. Katet x götürək, hipotenuz olur 2x. 60 dərəcəli bucağın qarşısındakı katet x'in kökdə 3 mislidir. Burada da 30'un karşısındaki katet y olsa hipotenuz 2y'dir. 60'ın karşısındaki katet olacak y kökdə 3. Baxaq buradan nə əldə edirik? Baxın ki, x üstəgəl 2y buradan görünür ki 8'e bərabərdir. X üstəgəl y bərabər olur 4'e. Bizdən D'yi üstəgəl D'yi soruşur. D'yi üstəgəl D'yi. D'yi üstəgəl D'yi də x kökdə 3 üstəgəl y kökdə 3'dür. D'yi üstəgəl D'yi. X kökdə 3 üstəgəl y kökdə 3. Buradan da kökdə 3 mütərizə xaricinə çıxar. X üstəgəl y ilə biz tapmışıq 4. Deməli, cavabımız olar 4 kökdə 3.
Bu üçbucaqların sahəsinə aid sonuncu məsələnin izahı idi. Gələn dəfəki dərsimiz poliqon və rombi sahəsinə aid məsələlərlə olacaq. Sağ olun uşaqlar.